Salam. Biz 2025-ci ili arxada qoyuruq və bu il kimin üçünsə çox çətin, kimin üçünsə çox parlaq, amma birmənalı olaraq deyə bilərəm ki, hər kəs üçün yadda qalan bir il oldu. 2026-ya qədəm qoyuruq və bu il bizi nələr gözləyəcək, hansı enerjilər həyatımıza gəlir, bu barədə mən, astroloq və rəqəmsal psixoloq Nərmin Zeynalova sizə danışacağam. Ümumi olaraq bu il barədə nə deyə bilərik? Hansı astroloji hadisələr bizi gözləyir? Birincisi, Neptun və Saturn bürcünü dəyişir və 26 yanvar tarixində Neptun, 14 fevral tarixində Saturn ikisi də Qoç bürcünə keçirlər. Bunun bizə təsiri necə olacaq? Birincisi, Neptuna gəldikdə Neptun öz doğma balıqlar bürcünü tərk edir və Qoç bürcünə keçir. Qoç bürcü enerjidir, aktivlikdir. Neptun isə daha çox duyğusallıq və ruhani enerjilərdir. Burada biz hər hərəkətimizi hansısa bir məna ilə etməli olacağıq. Yəni, insanlar nəsə bir addım ataraq bunu nəyinsə naminə edəcəklər, hansısa bir ali məqsədin naminə edəcəklər. Ola bilsin ki, bu il məsələn dini hansısa münaqişələr, dinə görə olan münaqişələr çoxalsın. İnsanlar bir-birlərinə qarşı hansısa mənəviyyat məsələlərinə görə aqressiya göstərə bilərlər. Saturn da Qoç bürcünə keçir. Saturn isə Qoç bürcünün bu həddindən artıq aktiv enerjisini bir qədər sistemə salacaq, bir qədər nizam-intizamlı edəcək və biz hər birimiz qarşımıza məqsəd qoyub bu məqsədlərə doğru gedə bilərik. Çünki bizim enerjimiz artıq hər yana yayılmaqdansa hansısa bir məqsədə doğru gedə biləcək. Həm də Qoç bürcü Saturna əlavə bir enerji də verir. Ona görə biz məqsədlərimizi doğru gedərək bu enerji ilə gedə biləcəyik. Retro Merkuri, hamımızın sevdiyi Retro Merkuri bu il həmişəki kimi 3 dəfə başı tutacaq. Üçü də su ünsürlü bürclərdə. Balıqlar, xərçəng və əqrəb. Ona görə bu il biz hisslərimizdə hansısa biraz çaşbaçaşlıq da yaşaya bilərik. Hansısa müəyyən tərəddüdlər yaşaya bilərik. Bu ildə 3 dəfə təkrar olunacaq. Həyatımızın hansısa bir sahəsində emosiyalar da yaşaya bilərik, hansı sahələrində onu bürclərə görə proqnozlarımda deyəcəyəm. Tutulmalar və tutulma dəhlizləri. Bu il 2 dəfə tutulma dəhlizi olacaq. Biri fevral-mart aylarında, biri avqust ayında. Və tutulma dəhlizi nə deməkdir? Tutulma dəhlizi zamanı bizim karmik borclarımız gündəmə çıxır. Yəni, əgər biz tutulma dəhlizinə kimi doğru həyat sürmüşüksə, hansısa ciddi səhvlərə yol verməmişiksə, onda bu period zamanı biz elə bil kainatdan hədiyyə alırıq. Lakin əksinə, əgər biz həyatımızı düzgün yaşamamışıqsa, səhvlərə yol vermişiksə, hansısa bir günahlar yaşamışıqsa, onda məhz karmik bu dəhliz periodunda biz kainatdan cəzalar da ala bilərik. Hərə bir sahədə, bu barədə də bürclərə görə proqnozda danışacaq. Bu il Lilit bürcünü dəyişir. Sentyabr ayında Lilit Oxatan bürcündən Oğlaq bürcünə keçir. Bütün il boyu, hal-hazırda dekabrda Lilit keçir Oxatan bürcünə və gələn ilin sentyabrında keçəcək Oğlaq bürcünə. Lilit bizə müəyyən sınaqlara çəkir bizi. Və hansı sınaqlara, o da hər bürcə görə ayrıca demək olur. Hal-hazırda biz müşahidə edə bilərik ki, Lilit Oxatan bürcünə keçir. Ümumi desək, hamını hansısa yeni biliklərlə sınağa çəkə bilər və ola bilsin ki, bəzən bu yeni biliklər bizə fayda gətirməsin, əksinə bizi ziyana salsın. Və retro Venera, bizim Veneramız da retro vəziyyətdə olur və payız aylarında, oktyabr-noyabr aylarında Venera da retro hərəkətə keçəcək. Retro Merkuridən fərqli olaraq retro Venera cəmi 1 il yarımda bir
müşahidə olunur və bəzən insanlar düşünürlər ki, keçmiş sevgililər retro Merkuri zamanı geri dönür. Yox, retro Venera zamanı onlar geri dönürlər. Və gələn ilin payız ayında bəlkə kimsə itirdiyi sevgilisini geri qaytara bilər. 2026-cı ilin daha bir önəmli hadisəsi karmik düyünlərin bürclərinin dəyişməsidir. Bu da ki, iyul ayının 27-si baş verəcək. Karmik düyünlər dəyişərkən bizim həyatımızdakı hansısa karmik məqsədlərimiz də dəyişir və bu da hər bürc üçün bir qədər fərqlidir. Ümumi olaraq onu deyə bilərəm ki, karmik düyünlər keçir Dolça Şir bürclərinə. Biri Dolça bürcündə, biri Şir bürcündə və bizim həyatımızda yaradıcılıq mövzusu 27 iyuldan o yana xüsusi yer alacaq. Yaradıcılıq və yaradıcılığımızın nəticələri. Yaradıcılığımız hansı nəticələr verir və biz ümumiyyətlə nə yarada bilərik? Yaradan bizi nə üçün yaradıb? Nə etməliyik biz bu dünyada və özümüzü necə göstərə bilərik? Özümüzü necə tanıda bilərik? İnsanlar bizi hansı tərəfdən tanıya bilər və biz özümüzü tanıdaraq insanlara hansı faydanı verə bilərik? Bu məsələlər bizim 26-cı ilin ikinci yarısında, bu məsələlər 2026-cı ilin ikinci yarısında bizim hamımız üçün gündəmdə olacaq. İndi isə gəlin keçək bürclərə görə proqnozlara. Lakin unutmayın ki, siz bürclərə görə proqnozları dinləyərkən təkcə Günəş bürcünüzə görə deyil, həm də yüksələn bürcünüzə görə və ay bürcünüzə görə də dinləyin. Əgər siz yüksələn bürcünüzü və ay bürcünüzü bilmirsinizsə, mənim Instagram profilimdə, highlightsda onu necə tapmaq olar barədə bir qayd hazırlamışam. Keçid alıb tanış ola bilərsiniz. Və unutmayın ki, xüsusilə yüksələn bürcə görə proqnozlar özünü çox gözəl doğruldur.